İzahlı test 25-ci hissə 5-ci sinif ingilis dili 1, 2, 3-cü suallara burada baxacaq. 4, 5-ci sual cavabını siz özünüz şərhlərdə yazarsınız. Birinci sual, choose a synonym of the underlined word. Children learn foreign languages at school. Uşaqlar məktəbdə xarici dilləri öyrənirlər. Learn öyrənmək mənasını verir. Onun sinonimi. A. Write yazmaq doğru deyil. A. Study. B bəndi study. Learn və study bir-birinin sinonimidir. Repeat təkrar etmək bu olmaz. Speak danışmaq bu da olmaz. B bəndi doğru cavabdır. İkinci sual, choose a pair of nouns in the plural. Cəm isimlər cərgəsini seçin. Knees. Need diz mənasını verir. Cəmdədir. City təkdədir. A bəndi olmaz. Hair saçdır. Təkdədir. Finger da təkdədir. Bizdən cəm isimləri istəyir. B bəndi də olmaz. C bəndində eyes gözlər. Stars ulduzlar. C bəndi hər ikisi cəmdədir. C bəndi doğru cavabdır. D bəndi forest, camels. Forest meşədir. Camels dəvələr. Burada forest təkdədir. Ona D bəndi də olmaz. Cəmdə isimlər SES şəkilsi qəbul edir. Bəzi fellər, isimlər var ki, onların kökü dəyişir. Üçüncü sual. Choose a correct article. Düzgün artikelləri seçin. Children like comics. Uşaqlar jurnalları xoşlayırlar. Burada children ümumi danışır uşaqlardan. Orada qeyri-müəyyən artikel işlənməlidir. Amma children sözü cəmdə olduğu üçün cəmdə qeyri-müəyyən artikel işlənmir. Ona görə də birinci tərəfdə heç nə olmaz. Like comics. Comics də cəmdədir. Ona görə orada da artikel olmaz. B bəndi. Heç bir tərəfdə artikel işlənməz. B bəndi doğru cavabdır. 4-5-in cavabını şərhlərdə, kommentlərdə yazarsınız. Videonu bəyənib kanala abunə olmağı unutmayın.